Otaqdakı 9 oyunçu şoumuzun bugünkü iştirakçılarıdır. Onlar qazanılması mümkün olan 9000 manat uğrunda mübarizə aparacaqlar. Sonda onlardan yalnız biri toplanmış pullara sahib olacaq. Digər 8 nəfərsə raundlar arası səs vermədən sonra bir-bir buranı əli boş və zəif bənd kimi tərk edəcəklər. Zəif bənd oyununa xoş gəlmişsiniz. Studiyadakı 9 iştirakçıdan hər hansı biri 9000 manat uda bilər. Onlar bir-birini tanımırlar, amma əgər bu məbləğ udmaq istəyirlərsə, gərək bir komanda şəklində birləşsinlər. Onların 8-i buradan əli boş gələcək. Belə ki, hər raundun sonunda komanda kimin zəif bənd olmasına səs versə, həmin oyuncu studiyanı tərk edəcək. Komanda ilə tanış olaq. Şahin, 44 yaş, iqtisadçı, Bakı şəhəri. Elçin, 32 yaş, Balakan rayonu ticarətçi. Laləzar, 20 yaş, Bakı şəhəri, tələbə. Hikmət, 20 yaş, tələbə, Lənkəran şəhəri. Samirəm, 35 yaş, Gəncə şəhəri müəlliməm. Rıza, 25 yaş, rabitəçi, Bakı şəhəri. Pərvin, 25 yaş, Siyəzən şəhəri, Afçan. Vəfa, 44 yaş, evdar qadın, Bakı şəhəri. Emil, 38 yaş, Bakı şəhəri, inzibatçı. İndi isə qaydalar haqqında. Hər raundun uduş məbləği 1000 manatdır. Bu pulu əldə etmənin ən qısa yolu 9 düzgün cavabdan ibarət olan zəncir yaratmaqdır. Amma sizlərdən biri suala düzgün cavab verməyəndə zəncir qırılacaq, topladığınız pullar itəcək və siz zənciri yenidən qurmalı olacaqsınız. Topladığınız pulların təhlükədən qorunmağın isə yalnız bir yolu var. Siz sual səslənənə qədər bank deməlisiniz. Unutmayın ki, raundun sonunda yalnız banka qoyduğunuz pullar sizin olacaq. Birinci raund 3 dəqiqə davam edir və biz oyuna adı əlifba sırasına görə əvvəl gələn oyuncudan başlayırıq. Elçin, bu sizsiz. Zəif bənd oyununa başlayırıq. İlk sualın dəyəri 25 manatdır. Vaxt getdi. Elçin, xalq inancına görə Novruzun hansı çərşənbəsində ağaclar tumurcuqlayır? Pas. Axır çərşənbədən. Laləzar, Ruslar Azərbaycandan axan hansı çaya Araks deyirlər? Araz, Düzdür. Hikmət, Bank, pasiv fəal deməkdir, yoxsa qeyri-fəal? qeyri-fəal. Düzdür. Samirə, Azərbaycanda gəlini bəy evinə apararkən hansı toy musiqisi çalınır? Vağzalı. Düzdür. Rıza, Bank, bu ağaclardan hansı həmişə yaşıldır? Sərf, yoxsa söyüd? Söyüd, Düz deyil, sərf. Pərvin, Atəşgah məbədi Bakının hansı qəsəbəsindədir? Pirallahı. Düz deyil, Suraxanıda. Vəfa, Can Gülüm, dərman bitkisidir, yoxsa xalq oyunu? Xalq oyunu. Düzdür. Emil, Bank. dünyada ən böyük göl hansıdır? Xəzər. Düzdür. Şahin, novator kimdir? Mühafizəkar, yoxsa yenilikçi? Yenilikçi. Düzdür. Elçin, Bank. hansı stol üstü oyuna ruslar şaşki deyirlər? Dama. Düzdür. Laləzar, bank, Kambodjada Şaxta babaya nə deyirlər? Buz baba, yoxsa isti baba? buz baba. Düz deyil, isti baba. Hikmət, Belçikalı ixtiraçı Adolf Saks hansı musiqi alətini ixtira edib? Saksafon, Düzdür. Samirə, Bank. insan gün ərzində havadan çox istifadə edir, yoxsa sudan? Havadan. Düzdür. Rıza, passaj sözünün mənası giriş deməkdir, yoxsa keçid? keçid, Düzdür. Pərvin, Bank, ən yüngül qaz hansıdır? pas, Hidrogen. Vəfa, qədim Yunan müəllifləri hansı Azərbaycan şəhərini Kemaxa adlandırıb? Şamaxı. Düzdür. Emil, Bank. radio lider hansı FM dalğasında yayımlanır? 107. Düzdür. Şahin, Bank. yemişin meyvəsi böyüdür, yoxsa yemişanın? Yemişin. Düzdür. Elçin, Bank. Qaynana filmində cənnət rolunu hansı aktrisa ifa edir? Nəsibə Zeynalova. Düzdür. Laləzar, Bank, Azərbaycan dilində kar samit çoxdur, yoxsa cingiltili? kar, Düz deyil, cingiltili. Hikmət, Bakı Dövlət Universitetinə ən yaxın metro stansiyası hansıdır? Elmlər Akademiyası. Düzdür. Samirə, Bank. bu şəhərlərdən hansı Fransada yerləşir? Johannesburg, yoxsa Strasburg? Strasburg. Düzdür. Rıza, bank, rəvayətə görə ilk insan kim olub? Adəm, Düzdür. Pərvin, su kimyəvi elementdir, yoxsa kimyəvi birləşmə? kimyəvi birləşmə. Düzdür. Vəfa, bir həftə neçə saatdır? Pas. 168 saat. Emil, bu ifadələrdən hansı həm də riyazi termindir? Radikal yoxsa liberal?
liberal, Düz deyil, radikal. Şahin, bu musiqi alətlərindən hansı simlidir? Ud yoxsa ney? Ud. Düzdür. Elçin, Ban. ayının pəncəsində neçə barmaq var? 5. Düzdür. Laləzar, Bank. xronometr saatdır yoxsa tərəzi? Saat. Düzdür. Hikmət, Bank. vaxt bitdi, siz son məbləği banka qoya bildiniz. Bu raundda siz banka cəmi 475 manat qoya bildiniz. Halbuki bu məbləğ 1000 manat ola bilərdi. Filin bir qulağında yatıb, o biri qulağını da üstünə örtən kimdir? Kimin savadı yarım adamlıq olmasa da bicliyi 5 nəfərə çatar? Biriniz buradan əli boş gedəcək. Zəif bəndi müəyyən etməyin vaxtıdır. İlk raundun statistik göstəricilərinə əsasən güclü bənd Şahin, zəif bənd isə Pərvindir. Bəs görək komanda oyunçuları saf-çürük eləməyə kimdən başlayır? Səs vermə bitdi. Zəif bəndi müəyyən etməyin vaxtı gəlib çatdı. Laləzar. Pərvin. Vəfa. Pərvin. 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 Vəfa. Laləzar. Pərvin, Rıza, seçiminizi izah edin. Mənə elə gəlir, Pərvin ilk raundda çox zəif iştirak elədi. Mən Pərvini seçdim, sonra komandanın çox üzvləri Pərvinə səs verdiyinə görə sevindim. Ümumiyyətlə, komanda necə oynadı? Komanda da zəif oynadı. Yəni ilk turdu, yəqin ona görə Yəni, bunun bütün günahı Pərvinin boynuna düşür. çox hissəsi, çox faizi Pərvinin boynuna düşür. Bəli. Deyin görə sizin payınıza düşən neçə faizdir? Yəqin ki 10%. Çox təvəzzökarsınız. Emil, siz niyə Pərvinin adını yazmısınız? Odlar ölkəsində yaşayıb məbədgahın hansı qəsəbədə yerləşməyini bilməmək mən bilən böyük əbədgah. Orta məktəbdə 11 il biz riyaziyyat keçirik. Radikalı bilməmək, elə atəşgahı da bilməmək qədər günahdır. Pərvin, komanda sizi yaman qaraladı. Ən zəif bənd sizsiz. Xudafiz. Bundan əvvəl hər hansı bir intellektual və ya digər verilişlərdə iştirak eləmədiyim üçün məndə efir həyəcanı var idi. Buna görə suallara biraz səhv cavab verdim. Lakin buna baxmayaraq banka ən çox pul qoydum. İştirakçılar heç biri bunu nəzərə almadı və məni oyundan çıxartdı. Çox təəssüf. İkinci raund. Siz banka yalnız 475 manat qoya bilmişsiniz. Halbuki bu məbləğ 1000 manat ola bilərdi. 8 iştirakçı qaldı. Bu raundda vaxtınız 10 saniyə azalır və biz oyuna keçən raundun güclü bəndindən başlayırıq. Şahin, bu sizsiz. Zəif bənd oyununa davam edirik. Vaxt getdi. Şahin, tarixdə ilk ictimai-iqtisadi formasiya necə adlanır? İbtidai icma quruluşu. Düzdür. Elçin, vertikal sözü üfüqü deməkdir yoxsa şaquli? Şaquli. Düzdür. Laləzar, Bank. kəndirbazın iş yeri sirkdir yoxsa kəndir sexi? Sirk. Düzdür. Hikmət, Bank. maksimum sözünün əksi hansı latın sözüdür? Minimum. Düzdür. Samirə, Bank. bunlardan hansı ağac adıdır? Barnaul yoxsa saksaul? Barnaul. Düz deyil, saksaul. Rıza, Pirquludakı hansı tikili onu Azərbaycanın digər qoruqlarından fərqləndirir? Sual təkrar eləyin. Pirquludakı hansı tikili onu Azərbaycanın digər qoruqlarından fərqləndirir? Rəsədxana. Düzdür. Vəfa, Bank. sajın uzunluq vahididir yoxsa çəki? Uzunluq. Düzdür. Emil, Bank. məktəb sözü ərəbcə nə deməkdir? Yazı yazılan yer yoxsa bilik öyrədilən yer? bilik öyrədilən yer, Düz deyil, yazı yazılan yer. Şahin, Kegelban oyununun figurlarına nə deyirlər? Pas. Kegli, Elçin, Azərbaycan Respublikası hansı dənizin sahilindədir? Xəzər dənizi. Düzdür. Laləzar, Bank. Türklər paytaxt şəhərə Daşkənd deyir yoxsa Başkənd? Başkənd. Düzdür. Hikmət, Bank. İspaniyada senyor kişilərə müraciət formasıdır yoxsa qadınlara? Kişilərə. Düzdür. Samirə, Bank. Makedoniyalı İskəndər İranı işğal edərkən hansı müqəddəs kitab məhv edilmişdi? Pas. Avesta. Rıza, monoloqun mətni bir aktyora aiddir yoxsa iki? 1. Düzdür. Vəfa, Bank. şahmatda keçid piyadası hansı figura çevrilə bilməz? Şaha. Düzdür. Emil, bank, Michel Nostradamus bu peşələrdən hansı ilə məşğul olub? Heykəltəraşlıq yoxsa həkimlik? həkimlik, Düzdür. Şahin,
Maral göldən axan Ağsu çayı hansı məşhur gölə tökülür? Xəzərə. Düz deyil, Göygölə. Elçin, lift sözünün ingiliscədən tərcüməsi nədir? Qaldırmaq yoxsa endirmək? Qaldırmaq. Düzdür, Laləzar. Bank. İsa Peyğəmbərin anasının adı nədir? Məryəm. Düzdür, Hikmət. Bank. 1939-48-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasının rektoru kim olub? Üzeyir Hacıbəyov. Düzdür, Samirə. Bu kino terminlərindən hansı həm də riyazi anlayışdır? Rejissor yoxsa operator? Operator. Düzdür, Rıza. Bank. İran hökmdarı Ağa Məhəmməd Şah hansı sülalənin banisidir? Qacarlar. Düzdür, Vəfa. Bank. Dəyişən cərəyanı sabit cərəyana çevrilən qurğuya düzəldirici deyirlər yoxsa gücləndirici? Düzləndirici. Düzdür, Emil. Bank. Misirin Asiyadakı hissəsi hansı yarımadada yerləşir? Pas. Sinay yarımadasında. Şahin, bu musiqi alətlərindən hansı böyükdür? Alt yoxsa skripka? Alp. Düzdür. Vaxt bitdi, siz banka 425 manat qoya bildiniz. Halbuki bu məbləğ 1000 manat ola bilərdi. Yanında dayananları az qala professor hesab eləyən savadsız kimdir? Kim dəvə quşu kimi başını qumda gizlədib, qalan yerlərindən xəbəri yoxdur? Biriniz buradan əli boş gedəcək. Zəif bəndi müəyyən etməyin vaxtı gəlib çatdı. Bu dəfə güclü bənd Hikmətdir. Statistik göstəricilərə əsasən raundun zəif bəndi isə Emildir. Bəs komanda necə? Qərar verərkən statistik nəticələri nəzərə alacaqmı? Səs vermə bitdi. Zəif bəndi müəyyən etməyin vaxtıdır. Samirə. Samirə. Şahin. Samirə. Emil. Vəfa. Şahin. Samirə. Şahin, sizdən başlayaq. Buyurun, seçiminizi izah eləyin. Samirə sual verilərkən biraz pauzaya yol verdi və mən də onun adını yazmağa qərara gəldim. Şahin, nə işlə məşğulsuz? Şəxsi biznesim. Xırdalaya bilərsiniz. Mümkün qədər xırdalamaq istəməzdim. Öz işinizdir. Amma hər halda əgər siz doğrudan da bizneslə məşğulsuzsa, siz pulun gəldirini bilməliydiniz. Xəbəriniz var ki, siz banka 1 manat da qoymamısınız. Emil, utancaq adama oxşuyursunuz. Mən deməzdim. Elə mən də deməzdim. Bu boyda mətləblərdən xəbəriniz yoxdur, amma gülürsünüz. Deyə bilərsiniz sizin karyer arzunuz nədir? Harada işləmək istəyərdiniz? Turizm sahəsində Məsləhət irəliləyişlərə görmürəm amma. Siz buradan bura Misiri tanımırsınız. Aləmi çaşdıracaqsınız. Samirə, bugün sizinki alınmadı. Ən zəif bənd sizsiz. Xudafiz. Komanda mənə qarşı haqsızlıq etdi. Məni zəif bənd olaraq oyundan kənarlaşdırdılar. Ancaq mən güclü oyuncuydum. Buna baxmayaraq, mən onların hər birinə uğurlar arzu edirəm. Və qoy layiqli olan insan qalib gəlsin. Üçüncü raund. Siz banka cəmi 900 manat qoya bilmişsiniz. Halbuki bu məbləğ 2000 manat ola bilərdi. 7 iştirakçı qaldı. Bu raundda vaxtınız daha 10 saniyə azalır və biz oyuna keçən raundun güclü bəndindən başlayırıq. Hikmət, bu sizsiz. Zəif bənd oyununa davam edirik. Vaxt getdi. Hikmət, Prado muzeyi hansı şəhərdədir? Madrid. Düzdür. Rıza, Yunancadan tərcümədə demagog nə deməkdir? Xalq rəhbəri yoxsa çox danışan? Xalq rəhbəri. Düzdür. Vəfa. Xalq artisti Nəsibə Zeynalovanın yaradıcılığının çox hissəsi hansı teatrla bağlıdır? Musiqili komediya teatrı. Düzdür. Emil. Bank. Duvaq qapma məhəbbət dastanlarının əvvəllərində olur yoxsa sonunda? Sonunda. Düzdür. Şahin. Azərbaycanda ən böyük şirin sulu göl hansıdır? Göygöl. Düzdür. Elçin. 19-cu əsr Osmanlı İmperiyasında inzibati ərazi vahidi oymaq adlanırdı yoxsa sancaq? Oymaq. Düz deyil sancaq. Laləzar. Xalq arasında hansı heyvanı igidin yaraşığı hesab edirlər? Pas. Atı. Hikmət. Keçmişdə su qabı kimi işlədilən parç misdən idi yoxsa gildən? Misdən. Düzdür. Rıza. Bank. 20-ci əsrin əvvəllərində Müqəddəs Nina Gimnaziyası Azərbaycanın hansı şəhərində fəaliyyət göstərirdi? Tiflis. Düz deyil Bakıda. Vəfa. Ebonit kauçukdan hazırlanır yoxsa ağacdan? Ağacdan. Düz deyil kauçukdan. Emil.
Taleyin istehzası yaxud Həmişə təmizlikdə filmində hadisələr ilin hansı fəslində baş verir? Qış. Düzdür. Şahin. Çağdaş rus hərfləri hansı əlifbaya aiddir? Kiril. Düzdür. Elçin. Bank. Etil Lilian Voyniçin əsərində Ovodun əsl adı nə idi? Pas. Artur. Laləzar. Vandallar German tayfası idi yoxsa Slavyan? German. Düzdür. Hikmət. Bank. Osmanlı İmperiyasının son paytaxtı hansı şəhər idi? Bursa. Düz deyil, İstanbul. Rıza. İlk buzüstü konkilər sümükdən olub yoxsa ağacdan? Sümükdən. Düzdür. Vəfa. Bank. Hansı məməli heyvanı obrazlı şəkildə dəniz adamı adlandırırlar? Balina. Düz deyil, delfini. Emil. Yunanistan Avropanın şimalında yerləşir yoxsa cənubunda? Cənubunda. Düzdür. Şahin. Bank. Hindistanda hansı ərzağa qoyulan vergiyə görə Qanci tərəfdarları yürüş keçirir? İnəyə. Düz deyil, Duzam. Elçin. Sovet dönəmində Azərbaycanda Novruz bayramı rəsmi keçirilirdi yoxsa qeyri-rəsmi? Qeyri-rəsmi. Düzdür, Laləzar. Bank. Hansı yay ayaqqabısının adı ətirli ağac adıyla eynidir? Səndəl. Düzdür. Hikmət. Bank. Dərətəpə sözü defislə yazılır yoxsa defissіз? Defislə. Düzdür. Rıza. Bank. Atalar sözünə görə kimə bir işarə kifayətdir? Arifə. Düzdür. Vəfa. Bank. Fizikada amplituda məsafəsidir yoxsa... Vaxt bitdi və mən sualı sona kimi səsləndirə bilmədim. Bu raundda siz banka yalnız 375 manat qoya bilmişsiniz. Halbuki bu məbləğ 1000 manat ola bilərdi. Biliyin güllü çiçəkli bağçasında azıb, au qışqıran nadan kimdir? Kimi nə müəllimlərin qulaq burmaları, nə də dədəsinin kötəkləri ağıllandıra bilməyib. Biriniz buradan əli boş gedəcək. Zəif bəndi müəyyən etməyin vaxtı gəlib çatdı. Emil güclü bənddir. Statistikaya görə raundun zəif bəndi isə vəfadır. Bəs görək komanda bu dəfə kimin oyunu tərk etməsinə səs verəcək? Səs vermə bitdi. Zəif bəndi müəyyən etməyin vaxtıdır. Vəfa. Şahin. Şahin. Rıza. Şahin. Rıza. Hikmət. Elçin, təhsiliniz barədə bilmək istəyirəm. Dillər Universiteti Alman dili tərcümə. Bəs nə məşğulsunuz? Ticarət. İri ticarət, xırda ticarət. Xırda ticarət. Deyin, alverlə məşğul olursunuz da. Belə demirəm. Alman dili bilməyiniz ticarətdə köməyinizə çatır. Xeyr. Onda heyf o təhsildən. Seçiminizi izah edin. Şahin bu turda zəif çıxış elədi. Düzdür, özüm də bu tur çox zəif çıxış elədim və Şahin yığılan məbləği banka qoymur. Laləzar, bayaq dediniz ki, tələbəsiz. Necə deyərlər, böyüyəndə nə olacaqsınız? Böyüyəndə şirkətdə işləmək istəyirəm. İngilis dili üzrə. Deməli, Dillər Universitetində oxuyursunuz. Dillər Universitetində inanmaram ki, folklor keçməsinlər. Keçirik. Bəs nə əcəb, çox sadə bir suala cavab verə bilmədiniz? Sadəcə olaraq o sualı mən ehtiyat igidin yaraşığıdır şəklində bildiyim üçün siz heyvan dediniz, ona görə mən biraz Amma çaşdım. ehtiyat heyvan deyil axı. Yaxşı, seçiminizi izah edin. Əgər səhv etmirəmsə 2 dəfə banka pul qoymadı. Buna görə Şahini seçdim. Şahin, axı demişdim banka pul qoyun. Gördünüz? Ən zəif bənd sizsiz. Xudafiz. Bunlar mənə irad tutdular ki, sən banka pul qoymursan. Mən də bir dəfə banka pul qoydum, onda da səhv cavab verdim. Yəni ki, bu şey olmadı da, bir ziyan olmadı komandaya. Amma 2 dəfə banka pul qoymadım, lakin sualları düzgün cavab verdim. Məbləğ artdı da, məndən sonraki qoysun da. Bunu demək istəyirəm. 4-cü raund. Siz banka yalnız 1275 manat qoya bilmişsiniz. Halbuki bu məbləğ 3000 manat ola bilərdi. 6 iştirakçı qaldı. Bu raundda vaxtınız daha 10 saniyə azalır və biz oyuna keçən raundun güclü bəndindən başlayırıq. Emil, bu sizsiz. Zəif bənd oyununa davam edirik. Vaxt getdi. Emil, Amerika kinoaktyoru Connery'nin adı nədir? Şon. Düzdür. Elçin, Bank. Rus dilində sait səslər çoxdur yoxsa Samit? Samit. Düzdür. Laləzar, Bank. Türkiyənin bayrağında aypara və ulduz hansı rənglə təsvir olunub? Ağ. Düzdür. Hikmət, Bank. Günəş ətrafında ən tez dolanan planet Merkuridir yoxsa Venera? Merkuri. Düzdür. Rıza, Bank.
Beze və krem çalmaq üçün istifadə olunan məişət cihazına nə deyirlər? Mikser. Düzdür. Vəfa. Bank. Orta əsrlərdə hansı formalı qalalar möhkəm sayılırdı? Dəyirmi yoxsa kvadrat? Dəyirmi. Düzdür. Emil. Bank. Sevilya Bərbəri komediyasının müəllifi Pierre Beaumarchais milliyyətcə kim idi? Fransız. Düzdür. Elçin. Bank. Skandinaviya dövlətlərində fru kişilərə müraciətdir yoxsa qadınlara? Kişilərə. Düz deyil qadınlara. Laləzar. Padval sözü dilimizə necə tərcümə olunur? Yeraltı. Düz deyil zirzəmi. Hikmət. Qədim Romada il hansı aydan başlayırdı? Yanvar yoxsa mart? Yanvar. Düz deyil mart. Rıza. Fotometr nəyin gücünü ölçən cihazdır? Pas. İşığın. Vəfa. Uzunsov sözü sifətin azaltma dərəcəsindədir yoxsa çoxaltma? Azaltma. Düzdür. Emil. Bank. Günəşdən Usanmışlar filminin senarisini İbrahim Beyov qardaşlarından hansı yazıb? Maksud. Düz deyil Rüstəm. Elçin. Avstraliya materiki daha böyüdü yoxsa Antarktida? Avstraliya. Düz deyil Antarktida. Laləzar. Vice-admiral hansı qoşun növündə xidmət edir? Pas. Dəniz donanmasında. Hikmət. Bu metallardan hansının rəngi qaldıqca tutqunlaşır? Qızılın yoxsa gümüşün? Gümüşün. Düzdür. Rıza. Bank. Yazıcı Balzac'ın adı nədir? Honore. Düzdür. Vəfa. Bank. Yahudilər xala ətə deyirlər yoxsa çörəyə? Çörəyə. Düzdür. Emil. Bank. Hansı dövlətin adı əfsanəvi Afqanın adından götürülür? Pas. Əfqanistan. Elçin. Pələng gün doğandan sonra ova çıxmağı xoşlayır yoxsa gün batandan sonra? Gün batandan sonra. Düzdür. Laləzar. Böyük Britaniyanın ilk qadın baş naziri kim olub? Margaret Thatcher. Düzdür. Hikmət. Bank. Anot müsbət yüklü elektroddur yoxsa mənfi yüklü? Müsbət. Düzdür. Rıza. Bank. Hansı Qafqaz xalqının nümayəndələri özlərini Apsua adlandırırlar? Dağıstan. Vaxt bitdi, düzgün cavab Abxazlar. Bu raundda siz banka yalnız 350 manat qoya bildiniz. Halbuki bu məbləğ 1000 manat ola bilərdi. Qulağının dibində çalışan qara zurnanın səsinə oyanmayan Gönüqalın kimdir? Kim raund ərzində səslənən 200-ə yaxın sualdan heç olmasa 5-cəciyinin cavabını bilirdi? Biriniz buradan əli boş gedəcək. Zəif bəndi müəyyən etməyin vaxtıdır. Ötən raundun zəif bəndi olmuş Vəfa hazırda güclü bənddir. Statistikaya əsasən bu dəfə zəif bənd Elçindir. Bəs səsvermə ərəfəsində olan komanda kimi daha öz sıralarında görmək istəməyəcək? Səsvermə bitdi. Zəif bəndi müəyyən etməyin vaxtıdır. Laləzar. Emil. Emil. Elçin. Rıza. Laləzar. Bu dəfə səsvermə raundun zəif bəndini müəyyən etmədi. Yəni 2 nəfər Emilə, 2 nəfər də Laləzara səs verib. Elçin, buyurun. Seçiminizi izah eləyin. Niyə Laləzarı yazmısınız? Laləzar bu tur özünə ünvanlanan sualları demək olar ki 50%-dən çoxuna cavab verə bilmədi. Ona görə də onun adını yazdım. Elçin, bayaq dediniz ki, alman dilini bilmək sizin ticarətdə əlinizdən tutmur. Bilirsiniz niyə? Çünki pis bilirsiniz alman dilini. Nəzərinizə çatdırım ki, o kişilərə aid etdiyiniz fru sözü elə alman dilində olan frau sözündəndir. Yəni xanım, mənə elə baxırsınız ki, elə bir səhvləri mən eləmişəm. Düzdür. Laləzar, ad yazmaq asandır. İzah etmək lazımdır. Emili ona görə seçdim ki, əgər yanlış xatırlamıramsa, o 2 suala düzgün cavab verə bilməmişdi. Bundan da başqa, Əfqanistanın adı ilə bağlı səhv eləmirəmsə bir sual var idi. Mən elə gəldi ki, o sizin verdiyiniz sualda əsasən təxmini bilmək olardı ki, o ad Əfqanistandır. Vəfa, raundun güclü bəndi sizsiz. Qaydalara görə kimin oyunu tərk edəcəyini də siz müəyyən edirsiniz. Xatırladım ki, seçiminizi dəyişməlisiniz. Beləliklə, Emil yoxsa Laləzar? Laləzar. Niyə? Rus dilini ən adi suala cavab verə bilmədi. Zirzəmi sözünü bilmədi. Laləzar, tərsliyin axırı yox imiş. Ən zəif bənd sizsiz. Xudafiz. Vəfa bəhanə etdi ki, güya mənim rus dilində anlayışım yoxdur. Halbuki mənim rus, ingilis və alman dillərində kifayət qədər anlayışım var. Sonda Vəfaya bu cümləni çatdırmaq istəyirəm. Your choice is not right. Və düşünürəm ki, bunu başa düşməyəcək. Bunu Azərbaycan dilində də bildirmək istəyirəm. Seçiminiz düzgün deyil.
5-ci raund. Siz banka yalnız 1625 manat qoya bilmişsiniz. Halbuki bu məbləğ 4000 manat ola bilərdi. 5 iştirakçı qaldı. Bu raundda vaxtınız daha 10 saniyə azalır və biz oyuna keçən raundun güclü bəndindən başlayırıq. Vəfa, bu sizsiz. Zəif bənd oyununa davam edirik. Vaxt getdi. Vəfa, sabun otu zəhərli bitkidir yoxsa zəhərsiz? Zəhərli. Düzdür. Emil, Bank. Odessa hansı dənizin liman şəhəridir? Ukrayna. Düz deyil, Qara dənizin. Elçin, Misirdə birinci Firon kim olub? Ramses yoxsa Mina? Ramzes. Düz deyil, Mina. Hikmət, baykerlər hansı nəqliyyat vasitəsinin fanatlarıdır? Gəmilərin. Düz deyil, motosikletin. Rıza, hipotoniya qan təzyiqin qalxmasıdır yoxsa düşməsi? Düşməsi. Düzdür. Vəfa, Bank. Azərbaycanda əsas inzibati ərazi vahidi nədir? Rayon. Düzdür. Emil, Bank. müasir olimpiya oyunlarının hansı daha qədimdir? Yay yoxsa qış? Yay. Düzdür. Elçin, Bank. Monqolistanın dövlət rəmzi hansı heyvandır? Pas. At. Hikmət, eyni atmosfer təzyiqi olan əraziləri göstərən xətlər izobar adlanır yoxsa izoterm? İzobar. Düzdür. Rıza, Bank. baş qərargah alman termini ilə necə ifadə olunur? Ştab. Düzdür. Vəfa, bunlardan hansı dini vergidir? Zəkat yoxsa töycü? Zəkat. Düzdür. Emil, Bank. Mirzə Şəfi Vazi hansı şəhərdə dəfn edilib? Şirvanda. Düz deyil, Tiflisdə. Elçin, qədimdə kometanın görünməsi xoş hadisələrin əlaməti sayılırdı yoxsa bəd? Bəd əlamət. Düzdür. Hikmət, Bank. Şirtşuş ləvazimatı istehsal edən Kulman şirkəti hansı ölkəyə məxsusdur? Rusiya. Düz deyil, Almaniyaya. Rıza, varenik mayalı xəmirdən bişirilir yoxsa mayasız? Mayasız. Düzdür. Vəfa, Bank. Dəli Kür filmində Şamxal hansı seminariya oxumağa gedir? Qori müəllimlər seminariyası. Düzdür. Emil, Bank. bomba hekayəsini kim yazır? Cəlil Məmmədquluzadə. Düz deyil, Əbdürrəhim bəy Haqverdiyev. Elçin, dolaşıq bir məsələnin həll edilməsini hansı mifoloji düyünün kəsilməsinə bənzədirlər? Pas. Qordu düyünü. Hikmət, Yeni Zelandiyanın dövlət dili hansıdır? İngilis dili. Düzdür. Rıza, Bank. Michael Faraday hansı elm sahəsindəki kəşfləri ilə məşhurdur? Fizika. Düzdür. Vəfa, Ramazan çayı hansı su anbarına tökülür? Vaxt bitdi, düzgün cavab Mingəçevir su anbarına. Bu raundda siz banka 275 manat qoya bilmişsiniz. Halbuki bu məbləğ 1000 manat ola bilərdi. Qulağının dibində çalışan qara zurnanın səsinə oyanmayan Gönüqalın kimdir? Kim raund ərzində səslənən 200-ə yaxın sualdan heç olmasa 5-cəciyinin cavabını bildirdi? Biriniz buradan əli boş gedəcək. Zəif bəndi müəyyən etməyin vaxtıdır. Statistikaya əsasən raundun güclü bəndi Rıza, zəif bəndi isə Elçindir. Gəlin görək bu dəfəki səsvermə hansı oyunçunun komanda ilə yollarının ayrılması ilə nəticələnəcək. Səsvermə bitdi. Zəif bəndi müəyyən etməyin vaxtı gəlib çatdı. Hikmət. Elçin. 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 Emil, seçiminizi izah eləyin. İştirakçıların sayı azaldıqca gərginlik artır. Bu gərginlik Elçində daha çox büruzə verdik bu raundda. Mən belə hesab etdim ki, Elçin bu raundda getsə yaxşıdır. Pis oynadığı üçün getsin, yoxsa gərgin olduğuna görə? Əvvəlki raundlara nisbətən daha gərgin idi. Amma düzün desək, siz ondan da gərginsiniz. Amma sizi heç kəs qovmur. Hikmət, siz də bərbad oyun göstərdiniz. Siz də gərginsiniz. Əgər gərginsizsə deməyin, yoxsa Emil sizi də qovacaq. Gərgin idim desəm daha doğru olar. İndi deyilsiniz. Getdikcə stres azalır. Seçiminizi izah eləyin. Bu raund ümumiyyətlə komanda şəklində zəif oynadı. Lakin mənim müşahidəmcə ən zəif oynayan içimizdə Elçin idi və o yalnız bir dəfə mənə bank deməyə şərait yaratdı. Elçin komanda yekdilliklə qərar verdi ki, ən zəif bənd sizsiz. Xudafiz. Bu tur həqiqətən mən çox zəif oynadım. Özümdə gərginlik hiss edirdim.
və bu gərginliyin nəticəsində verilən suallardan yalnız birinə cavab verə bildim. Mən bu tur Hikmətin adını yazdım və fikirləşirəm ki, gələn tur Hikməti zəif bənd kimi oyundan çıxaracaqlar. 6-cı raund. Siz banka cəmi 1900 manat qoya bilmişsiniz. Halbuki bu məbləğ 5000 manat ola bilərdi. 4 iştirakçı qaldı. Bu raundda vaxtınız daha 10 saniyə azalır və biz oyuna keçən raundun güclü bəndindən başlayırıq. Rıza, bu sizsiz. Zəif bənd oyununa davam edirik. Vaxt getdi. Rıza, Hürmüzd hansı dində xeyr tanrısıdır? Yunan. Düz deyil atəşpərəstlikdən. Vəfa, qusar qoşun növü ilk dəfə hansı ölkədə yaradılıb? Rusiyada. Düz deyil Macaristanda. Emil, Hicri şəmsi təqvimində uzun il neçə gün olur? 360. Düz deyil 366 gün. Hikmət, Bakıdakı Məmməd Əmin Rəsulzadə qəsəbəsi hansı rayonun tabiçiliyindədir? Rəsulzadə rayonu. Düz deyil Binəqədi rayonunun. Rıza, nağıl qəhrəmanı Ölməz Kaşşeyin canı hansı məişət əşyasındaydı? Pas. İynədə. Vəfa, ali məktəb müəllimlərinə verilən ilk elmi ad necə adlanır? Dasent. Düz deyil asistent. Emil, sardina hansı su canlısının bir növüdür? Balığın. Düzdür. Hikmət, Bank. Azərbaycan poeziyasında heca və əruzdan başqa hansı vəzindən istifadə edilir? Sərbəst vəzin. Düzdür. Rıza, Bank. ən tünd rəng hansıdır? Qara. Düzdür. Vəfa, Mirzə Fətəli Axundov neçənci əsrdə yaşayır? 19-cu əsr. Düzdür. Emil, Bank. Titanic filmindəki məşhur mahnını hansı müğənni oxuyur? Silinziyon. Düzdür. Hikmət, Bank. Rusiyada sosialist inqilabı hansı ayda qələbə çalıb? Dekabr ayında. Düz deyil, oktyabrda. Rıza, teplovoz hansı yanacaqdan işləyir? Dizellə. Düzdür. Vəfa, ilk Bank. atom bombası hansı ölkədə hazırlanıb? Almaniyada. Düz deyil, Amerika Birləşmiş Ştatlarında. Emil, İngiltərədə çayı hansı maye ilə qarışdırıb içirlər? Süd ilə. Düzdür. Hikmət, Bank. Pikadur hansı döyüşün iştirakçısıdır? Pas. Korrida. Rıza, Beyrəyin ölüm xəbərini gətirən dastan personajının adı nədir? Yavuz. Düz deyil, Yalıncı. Vəfa, Monreal hansı Şimali Amerika ölkəsinin ən iri şəhəridir? Kanada. Düzdür. Emil, Bank. Üzeyir Həcibəyevin 120 illik yubileyi neçənci ildə keçirilib? Vaxt bitdi, düzgün cavab 2005-ci ildə. Bu raundda siz banka cəmi 175 manat qoya bildiniz. Halbuki bu məbləğ 1000 manat ola bilərdi. Xalqın uşaqları məktəbə gedəndə isti yorğan döşəkdə xoruldayan kim olub? Kim papağını qabağına qoyub fikirləşməkdənsə onun bunun səhvlərini sayır? Biriniz buradan əli boş gedəcək. Zəif bəndi müəyyən etməyin vaxtı gəlib çatdı. Emil raundun güclü bəndidir. Statistik nəticələrdən bəlli olur ki, zəif bənd Hikmətdir. Bəs komanda səs verib kimin getmək növbəsinin çatdığını rəsmiləşdirəcək? Səs vermə bitdi. Zəif bəndi müəyyən etməyin vaxtıdır. Rıza. Hikmət. Hikmət. Rıza. Yenə də səs vermə həqiqəti müəyyən etmədi. 2 nəfər Rızaya, 2 nəfər isə Hikmətə səs verdi. Vəfa, bayaq dediniz ki, evdar xanımsınız. Elədir? Bəli. Bəlkə evdə bir məşğuliyyətiniz, hobbiniz var. Var, bəli. Nədir? Şeir yazıram. Lirik şeirlər yoxsa satirik? Lirik. Deyə bilərsiniz heç olmasa bir bəndini. Məmnuniyyətlə qulaq asardıq. Yox, çox həyəcanlıyam deyə bilmərəm. Əslində hələ lirik şeiri həyəcanla demək lazımdır. Seçiminizi izah eləyin. Bu raundda hamımız pis oynadıq. Amma mən ədalətli olmağa çalışdım. Hikmət biraz vaxt da çox apardı. Pis oynamaqla yanaşı vaxt da çox apardı. Hikmət, siz niyə Rızanı seçmisiniz? Özüm də eyni zamanda zəif oynamışım. Lakin müqayisə etsək, mənə verilən suallar Rızaya verilən suallardan nisbətən çətin idi. Rıza o sualları cavablandıra bilmədiyini görə Rıza adını yazmışam. Emil, raundun güclü bəndi sizsiz. Qaydalara görə kimin oyunu tərk edəcəyini də siz müəyyən edirsiniz. Xatırladım ki, seçiminizi dəyişə də bilərsiniz. Beləliklə, Rıza.
Niyə? Əgər Hikmətlə Rızanı müqayisə etsək, Rıza Hikmətdən daha zəif oyun göstərir. Rıza, Emilin qəti fikrincə ən zəif bənd sizsiz. Xudafiz. Ötən raundun ən güclü bəndi mən idim. Bundan bərk qorxuya düşən Emil pulları mənimsəməkdən ötürü məni oyundan kənarlaşdırdı. Güclü olduğuma görə məni oyundan kənarlaşdırdı və kişilikdən qıraq bir addım atdı. Pulları ona halal etmirəm, qoy pulları Vəfa aparsın. 7-ci raund. Siz banka cəmi 2075 manat qoya bilmişsiniz. Halbuki bu məbləğ 6000 manat ola bilərdi. 3 iştirakçı qaldı. Bu raunda baxdınız, daha 10 saniyə azalır və biz oyuna keçən raundun güclü bəndindən başlayırıq. Emil, bu sizsiz. Zəif bənd oyununa davam edirik. Vaxt getdi. Emil, Zəngilandakı Qızqaya dağı hansı çayın sahilindədir? Araz. Düzdür. Hikmət. Bank. 1959-cu ildə Aya göndərilən Luna 1 kosmik aparatı hansı ölkəyə məxsus idi? Rusiya. Düzdür. Vəfa. Sentyabr sözü latın dilindən tərcüməndə neçənci deməkdir? 3-cü. Düz deyil, 7-ci. Emil, hansı Orta Asiya ölkəsinin paytaxtı əvvəllər Frunze adlanıb? Özbəkistan. Düz deyil, Qırğızstanı. Hikmət, hansı Yunan filosofunu birinci müəllim hesab edirlər? Aristotel. Düzdür. Vəfa. Bank. Sumatra adası hansı dövlətin ərazisindədir? İndoneziya. Düzdür. Emil, Bank. Qılman İlkinin kömürçü ailəsində hekayəsi hansı dramaturqun həyatından bəhs edir? Pas. Cəfər Cəbbarlının. Hikmət, ilk Lombardlar hansı ölkədə təsis edilib? İtaliyada. Düz deyil, Fransada. Vəfa, dahi bəstəkar Mozart neçə il ömür sürüb? 23. Düz deyil, 35. Emil, Azərbaycanda ilk rəngli, tam metrajlı bədii film hansıdır? Kəndlilər. Düz deyil, o olmasın, bu olsun. Hikmət, Şimali və Cənubi Amerika materikləri arasında yerləşən dənizin adı nədir? Meksika dənizi. Düz deyil, Karib dənizi. Vəfa, Yunan mifologiyasında Troya müharibəsinə səbəb olmuş gözəl qadının adı nə idi? Yelena. Düzdür. Emil, Bank. hansı İtalyan rəssamının anatomiya elminin inkişafında böyük rolu olub? Leonardo da Vinci. Düzdür. Hikmət, Bank. ölümü 1-ci Dünya müharibəsinin başlanmasına səbəb olmuş Avstriya Macaristan şahzadəsinin adı nə idi? Ferdinand. Düzdür. Vəfa, Bank. Volqa çayının ən böyük sağ qolu hansıdır? Terek. Düz deyil, Oka. Emil, Nəsrəddin Tusinin əsl adı nə olub? Pas. Məhəmməd. Hikmət, yod sözü Yunanca hansı rəngin adını daşıyır? Vaxt bitdi, düzgün cavab bənövşəyi. Bu raundda siz banka cəmi 150 manat qoya bildiniz. Halbuki bu məbləğ 1000 manat ola bilərdi. Qoyun quzunu dağ döşündə yiyəsiz qoyub, təngənəfəs özünü bura çatdıran kimdir? Komanda kimi Məlik Məmməd kimi ipini kəsib dərin quyuya saldı? Biriniz buradan əli boş gedəcək. Zəif bəndi müəyyən etməyin vaxtıdır. Son səs vermədən əvvəl qeydə alınmış statistikaya əsasən Hikmət güclü, Emil isə zəif bənddir. Bəs gəlin görək toplanmış pullar uğrunda mübarizə aparmaq oyunçulardan hansına qismət deyilmiş? Səs vermə bitdi. Zəif bəndi müəyyən etməyin vaxtı gəlib çatdı. Vəfa. Emil. Vəfa. Emil, indi artıq məlum oldu, pulu ikinizdən biri aparacaq. Bu oyunda tez-tez belə şeylər baş verir. Zəiflər güclüləri yola salırlar. Seçiminizi izah eləyin. 2 nəfərdən birinin adını yazmaq, seçib yazmaq doğrudan da çətin idi. Mən Hikmətlə finala Vəfa qalmaq bütün istəyirəm. oyunu sizdən yaxşı oynayıb. Hər Razıyam. ikinizdən. Razıyam. Bəs niyə çıxardırsınız? Finalda kişi cütlüyü qalmağını istədim sadəcə olaraq. Hikmət, siz də Vəfadan qorxdunuz? Qorxmaq deməzdim. Mən bacardıqca maksimum ədalətli qərar verməyə çalışdım. Söz yox ki, Vəfa... Yalan danışmayın. Yalan deməzdim buna. Bu mənim şəxsi zənnimdir. Subyektiv fikir deyə bilərəm. Siz tərəflərdə buna nə deyirlər desinlər, bizlərdə isə buna yalan deyirlər. Tamamdır. Özdə məqsəd yönlü ağ yalan. Vəfa, bütün oyunu yaxşı oynadınız. Amma nəticədə elə çıxdı ki, ən zəif bənd sizsiz. Xudafiz.
Onlar ikisi də kişi cinsindən olduqları üçün qadın xeylağını istəmədilər ki, göstərsinlər ki, qadın kişidən güclü ola bilər savadca. Ona görə də məni çıxartdılar ki, ikisi qalsınlar, indi ikisindən biri hansı bir bəxti gətirsə uçsun. Ona görə güclü ilə oynamamaq üçün məni oyundan kənarlaşdırdılar. 8-ci raund. Siz banka 2225 manat qoya bilmişsiniz. Halbuki bu məbləğ 7000 manat ola bilərdi. Nəhayət 2 iştirakçı qaldı. Bu raundda cəmi 90 saniyəniz var. Sizin bu raundda udacağınız hər hansı bir məbləğ 2 qat artırılacaq və ümumi uduşa əlavə olunacaq. Toplanan məbləğ son uduş fondu olacaq. Bu raundda da keçən raundlarda olduğu kimi 1000 manat oynanılır. Bu da o deməkdir ki, sizin bu raundda 2000 manat udmaq imkanınız var. Və biz oyuna keçən raundun güclü bəndindən başlayırıq. Hikmət, bu sizsiz. Zəif bənd oyununa davam edirik. Vaxt getdi. Hikmət, dünyada ən çox stansiyası olan metropoliten hansı şəhərdədir? New York. Düzdür. Emil, Bank. kükürt kimyəvi elementi hansı latın hərfi ilə işarə olunur? Pas. S. Hikmət, Günəş sistemində böyüklüyünə görə 5-ci planet hansıdır? Saturn. Düz deyil, yer. Emil, Şah İsmail Xətai özünü hansı şəhərdə şah elan edib? Şamaxıda. Düz deyil, Təbrizdə. Hikmət, dünya dəniz ticarətində birinci yeri hansı okean tutur? Sakit okean. Düz deyil, Atlantik okean. Emil, miladi təqvimdə ən çox hərfli ay hansıdır? Sentyabr. Düzdür. Hikmət, Bank. Azərbaycanda ilk əlifba dərsliyini kim yazıb? Pas. Mirzə Fətəli Axundov. Emil, Bəxtiyar filmində Saşa və Yusif təhsillərini davam etdirmək üçün hansı şəhərə gedirlər? Moskvaya. Düzdür. Hikmət, Bank. Ruslar hansı quşa pelikan deyirlər? Qaranquşa. Düz deyil, Qutanam. Emil, əfsanəyə görə Frigiya çarı Midas toxunduğu əşyaları hansı metala çevirirdi? Polada. Düz deyil, Qızılam. Hikmət, Ərəb Dövlətləri Liqasının mənzil qərargahı hansı şəhərdədir? Dubayda. Düz deyil, Qahirədə. Emil, Peloponnes yarımadasında hansı qədim dövlət yerləşirdi? Pas. Sparta. Vaxt bitdi. Siz banka yalnız 75 manat qoya bilmişsiniz. Biz bu məbləği 2-yə vurub əvvəlki raundların uduşlarına əlavə edirik. Bu o deməkdir ki, bugünkü uduş fondu 2375 manatdır. Sizdən biriniz bu pulu aparacaq. İndi siz bir-birinizə qarşı oynayacaqsınız. Mən sizə 5 cüt sual verəcəm. Düzgün cavabların sayı çox olan oyuncu qalib gələcək. 5 cüt sualdan sonra hesab heç-heçə olarsa, biz qalibi müəyyənləşdirənə qədər oyunu davam etdirəcəyik. Beləliklə siz Emil və siz Hikmət zəif bənd oyununa davam edirik. Emil, keçən raundun güclü bəndi sizsiz. Oyunun qaydalarına görə kimin birinci cavab verəcəyini də siz müəyyən edirsiniz. Özüm cavab verəcəm. Emil, Fransız yazıcısı Alexandre Dumas ata, bir sıra romanların müəllifidir. Onun Qraf Monte Cristo, Üç Muşketyor, Kraliça Margot və Qrafinya de Montsoreau kimi əsərləri dünya ədəbiyyatının incilərindəndir. Ədibin yazdığı 20 il sonra romanı yuxarıda adları çəkilən əsərlərdən hansının davamıdır? Üç Müşketyor. Bu düzgün cavabdır. Hikmət, Jack London 1905-ci ildə qələmə aldığı bu əsərin mövzusunu Alyaskada qızıl axtaranların həyatından götürülüb. Yaralı insanla ac canavarın həyat uğrunda mübarizəsi təsvir olunan həmin əsərdə insan iradəsinin gücü tərənnüm olunur. Söhbət hansı hekayədən gedir? Həyat eşqi. Bu düzgün cavabdır. Emil, bu oyunun vətəni qədim Malaya hesab olunur. Sonralar İngilis hersoqu onu Hindistandan İngiltərənin bir şəhərinə gətirir və həmin oyun bu şəhərin adı ilə adlandırılmağa başlanır. Hamar və bərk örtüklü meydançada oynanılan bu oyun necə adlanır? Badminton. Bu düzgün cavabdır. Hikmət, Amerikada yaranan bu idman növünü həm zalda, həm də açıq havada topla oynayırlar. İki komanda arasında keçirilən maç qaydalara görə heç-heçə ilə bitə bilməz. Oyunda vaxt məhdudiyyəti yoxdur. Bu oyunun adı nədir? Fikrimcə voleyboldur. Bu düzgün cavabdır. Emil, bu İspan yazıcısını 1575-ci ildə dəniz quldurları qul kimi Əlcəzair paşasına satıblar. 5 il burada saxlanıldıqdan sonra azad edilib. Şekspirlə eyni ildə və gündə vəfat etmiş bu başı bəlalı yazıcı kimdir? Pas. Düzgün cavab Miguel de Cervantes.
Hikmət, bu Rus alimi 1748-ci ildə Kraliçə Yelizavetaya həsr etdiyi şeirə görə 2000 rubl qızıl pulla mükafatlandırılır. Lakin dövlət xəzinəsində qızıl olmadığından bu məbləği 3 ton ağırlığında mis pula əvəz edirlər. Söhbət hansı alimdən gedir? Mendeleyev. Bu düzgün cavab deyil. Düzgün cavab Mixail Lomonosovdur. Emil, bəzi ölkələrdə mübarizə və qələbə rəmzi sayılan bu gülün latın dilində mənası ilahi çiçək deməkdir. 2000-dən çox növü olsa da bizə tanış olan Hollandiya, Türkiyə və Çin növləridir. Azərbaycanda daha çox Abşeron yarımadasında becərilən bu gülün adı nədir? Zambaq. Bu düzgün cavab deyil. Düzgün cavab qərənfil. Hikmət, bu dekorativ gül bitkisinin 500-dən artıq növü mövcuddur. Purpur, ağ və sarı rəngdə ürək şəkilli çiçəkləri var. Azərbaycanda onunla eyni adlı xalq rəqsi və uşaq oyunu var. Bədii ədəbiyyatda boynu bükük adlandırılan bu ətirli gülün adı nədir? Bənövşə. Bu düzgün cavabdır. Emil, əgər siz bu suala düzgün cavab verməsəniz, uduzacaqsınız. İngilis xalq balladalarının qəhrəmanı Robin Hood varlıları qəsb edir, kasıblara isə kömək edirdi. Dostu balaca Johnla Sherwood meşəsində məskən salan bu qəhrəman bəzi mənbələrdə zadəgan kimi təsvir olunur. Sərrast ox atmağı ilə şöhrət tapan həmin personaj yazıcı Walter Scott'un hansı əsərinin qəhrəmanıdır? Meşə cəngavərləri. Bu düzgün cavab deyil. Düzgün cavab Ivanhoe. Hikmət, ən güclü bənd sizsiz və 2375 manatla gedirsiniz. Emil, siz isə buranı əli boş tərk edirsiniz. Zəif bənd oyununa baxırdınız. Bu sadəcə bir oyun idi. Hələlik. Turdan tura keçdikcə sevincim daha da artırdı, lakin həyəcan da çoxalırdı bununla bərabər. Və yəqin ki, bu həyəcan məni finalda udmağa qoymadı. Emin güclü oyunçuydu, söz yox, amma içimdə bir inam hissi var idi ki, sonunda Emini məğlub edə bilməyəcəm. Bütün oyunçular kimi mən də özümü layiq bilirdim bu pullara, lakin sonda qismət Hikmət imiş. Adətən zəfər güclülərin tərəfində olur və bu dəfə də istisna olmadı.